Bismillahirrahmanirrahim. Hörmətli Quran sevənlər, hər birinizi Allahın salamı ilə salamlayıram. Əssalamu aleykum və rəhmətullah. Bugün sizinlə qayn hərfi haqqında danışmaq istərdik. Çoxlarımız Fatihə surəsini oxuyanda qayn hərfini düzgün bir şəkildə tələffüz etmirik. Xüsusən də bu ayətdə qayril məğdubi. Məğdubi sözündə bəzən qayn hərfini qalqala olaraq eşidirik. Yəni qalqala əks səda. Və çoxlarımız oxuduqda bu formada oxuyur. Məğdubi, və burada bir qalqala eşidirik. Halbuki qayn hərfi qalqala hərflərinə, yəni qutbucət, qaf, ta, bə, cim, dəl hərflərindən deyil. Ona görə burada diqqət edək ki, məğdubi yox, məğdubi, yəni qayn hərfindən birbaşa dad hərfinə keçid edə bilək. Həmçinin səhvlərdən də biri qayn hərfindən əvvəl gələn hərfin hərəkəsini qalın deməkdir. Tez-tez eşidirik məğdubi, mağ deyil, məğ. Yəni mim hərfin hərəkəsi fəthədir və fəthə də incədir və burada fəthə incə oxunmalıdır. Qalın oxunmamalıdır. Həmçinin səhvlərdən də biri qayn hərfi kəsrəli gələrkən ı səsi kimi tələffüz etmək. Məsələn, min qullin. Qayn hərfi kəsrəli olanda ı kimi tələffüz olunmur. Qaynın özü qalındır. Kəsrə isə incədir. İncə səslə oxuyuruq. Min qillin. Allah sizləri qorusun. Esselamu aleykum və rəhmətullah.